Bülletin yeni əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında xəstəlik vərəqəsi işçilərin ən çox istifadə etdiyi sosial təminat vasitələrindən biridir. İşçi xəstəlik və ya sağlamlıq problemi səbəbindən işləyə bilmədikdə bu sənəd onun həm iş yerində hüquqlarını qoruyur, həm də müəyyən müddət üçün maddi təminat almasına imkan yaradır. Bəs bülletin necə hesablanır, kimlərə verilir və yeni qaydalara görə hansı dəyişikliklər gözlənilir? Əmək məcəlləsinə görə işçi səhhətində yaranmış hər hansı problemə görə iş yerinə əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq edən xəstəlik vərəqəsi təqdim etməlidir. Əhali arasında bülletin kimi də bilinən tibb müəssisələrindən alınan əmək qabiliyyətinin müvəqqəti itirilməsi arayışının verilməsi haqqında yeni qərar qəbul olunub. Bilirsiniz ki, əvvəllər bu kağız üzərində verilirdi, bülten deyilirdi xalq arasında buna. İndi bu elektronlaşdırılıb artıq Səhiyyə Nazirliyinin elektron bazasında yerləşdirilir və müvafiq iş yerləri də həmin onu görürlər. Onun əsasında bilirsiniz ki, ilk 14 gün üçün ödənişi edir iş yeri. Qalan isə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti ilə əvəzləşdirilməklə şəxsə ödəlinir. Ümumiyyətlə, yəni bu son dövrdə bu məsələdə yaxşı olan odur ki, bu məsələ tamamilə elektronlaşdı. Çünki praktikada çox saylı problemlər, əlavə sənədləşmələr tələb eləyirdi. İndi bu asanlaşıb tamamilə elektron sistem üzərinə keçirilib. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hesablama qaydası son 12 ayın orta gündəlik qazancı əsasında hesablanır və bu hesablama işçinin ümumi stajından asılıdır. Hesablanma qaydası da bir xüsusi düstura əsaslanır. Əsasən belədir ki, deməli, bu zaman nə nəzərə alınır? Bir, şəxsin o müvəqqəti əmək qabiliyyəti itirdiyi iş günlərinin sayı, deyək, onun müvəqqəti iş günlərini itirdikdən əvvəlki 12 ay ərzindəki iş günlərinin sayı, həmin 12 ay ərzində, deyək, onun qazancının orta qazancı və həmin orta qazanc əsasında bir günlük orta qazanc çıxarılır və o orta qazanc əsasında da orta bir günlük müavinət müəyyən olunur. 12 ildən çox sığorta stajı olanlara 100% hesablanır müavinət. 8 ildən 12 ilə qədər olanlar üçün hesablanır 80%, 8 ilə qədər olanlar üçün hesablanır 60%. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 6 aydan az sığorta stajı olanlara, qəsdən özünə zərər verənlərə, cinayət törədərkən xəsarət alanlara və məhkəmə qərarı ilə məcburi müalicə olunanlara şamil edilmir. Qeyd edək ki, may ayından etibarən yeni qaydalar qüvvəyə minəcək. Bu qaydalara əsasən işçinin stajından asılı olmayaraq hər bir işçiyə maaşından tutulma olmadan 100% miqdarında ödəniş olunacaq.